Nizam rayonunda Park City yaşayış kompleksində yaşayan sakinlər illərdir ki, evlərindən çıxarış ala bilmirlər. Dəfələrlə binanı tikən şirkətə müraciət eləsələr də hələ də heç bir adım yoxdur. Problem bu ilə də bitmir. Biz deyirik. Nizami rayonu Rüstəm Rüstəmov 72A ünvanında yerləşən Park City yaşayış kompleksində yaşayan sakinlərin şikayəti çıxarışlarını ala bilməmələrindəndir. Onlar burada 2018-ci ildə yaşayır. O vaxtdan bu vaxta qədər onlara hər gün vədlər verilsə də, amma çıxarışlardan hələ də xəbər yoxdur. Ev ala biliblər, amma çıxarış ala bilmirlər. Sakinlər 2018-ci ildən söz gedən ünvanda yaşayırlar. Üstündən nə az, nə çox, düz 7 il keçib. Amma buna baxmayaraq, evlərinin tam sahibi ola bilmirlər. Hər dəfə bugün, sabah deyə-deyə günü günə satırlar. 74 yaşım var. Mən indidən sonra bilmirəm nə qədər yaşayacağam. Öz mülkiyyətimin özümün adına olmağını istəyirəm. Çıxarış istəyirik. 3 uşağım var. İkisini üstü oxuyur. Hala qeydiyyat ala bilməmişəm. Adım Naxçıvanlar özüm burada qeydiyyat yaşayıram. Düzdürmü? Mənim də haqqım var da. Bizə deyirlər büyüyün, sabah olacaq, bu ay olacaq, gələn olacaq, bu ay olacaq. Bax belə 4 ildir bizi belə yubandırırlar. 6 nəvəm var mənim, bugünkü gündə bağçaya gedən var, məktəbə gedən var. Park City yaşayış kompleksində problem bununla da bitmir. Sakinlərin digər bir problemi isə binada yük liftinin olmasına və işləməsinə baxmayaraq ondan istifadəyə icazə verilməməsidir. Mənzillərə hər hansı bir yük gətirilən zaman yalnız bu cür yük qaldıran vasitədən istifadə edirlər ki, onun üçün də əlavə pul ödəməli olurlar. Mənzilin kvadratına uyğun olaraq kvadratı 8 manatdan. Lift işləyir və bu gördüyünüz libotkadır, hansı ki yüklərin binalara daşınması üçün. Binanın komendantı ilə həm söhbət olduq. O, problemlərə belə aydınlıq gətirdi. Fövqəladə Hallar Nazirliyindən oradan keçib, yalnız bir instansiyada qalıb bu işlər. Yəni, yəqin ki, yaxın günlərdə, yəni, inşallah həll olunur bu məsələ. Burada tikinti gedən evlər var, hələ tam təmiri qurtarmayan evlər var, köçülməyən. Yəni, burada da müəyyən inşaat materiallarından istifadə olunur, sözsüz ki, yəni, burada lifti korlaya biləcək. Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirdilər ki, həmin tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməyib. Öncə Park City MMC-nin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmalı, sonra həmin mənzillərin MMC tərəfindən sakinlərə satılmasına dair notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi ilə müvafiq asan xidmət mərkəzinə müraciət edilməlidir. Bundan sonra qeyd olunan mənzillərə çıxarış verilməsi məsələsinə baxılacaqdır. Ümid eləyək ki, tezliklə məsələ həllini tapar.